Deməli uşaqlar bizdə belə bir sual verilib. Sualda deyilir ki, bu verilənlərə görə n plus n cəmini tapın. İlk öncə mən burada çalışaram ki, verilmiş bu kökdən azad olun. Yəni kök 6 ifadəni çalışaram, tam kvadrat şəklində göstərə bilirəm ya yox, onu öyrənim. O zaman nə edirəm? Modulu olduğu kimi saxlayıram, n-2n şəklində. Plus kök 6 ifadə mənə göstərir ki, bu bizdə n-2-1'in kvadratının açılışıdır. Bu nə olur? N kvadrat minus 2ab. O 2'ni mən 2'də 1'ə vursam 1 eləyir, yerdə qalır. N plus da 2'də 1'in kvadratı, o da 4'də 1. Bərabərdir 0'a. Modulu olduğu kimi yazıram. Plus cüt dərəcədən köklə bu ixtisar gedir, 2 ixtisar gedir. Yerdə nə qalır? Cüt dərəcə olduğundan n-2'də 1, amma modulda bərabərdir 0'a. O zaman nə alıram? Buradan belə bir şey alıram. Yəni ki, 2 modulun cəmi 0'a bərabər olması üçün nə olmalıdır? Həm bu, həm də bu 0 olmalıdır. Niyə? Çünki modul həmişə müsbətdir. 2 müsbətin cəmi 0 verə bilməz. Onda hökmən həm bu, həm də bu nəyə bərabər olmalıdır? 0'a bərabər olmalıdır. O zaman yazaram. n-2n bərabərdir 0 və n-2'də 1 bərabərdir 0. Buradan n-i taparam 2'də 1. Gətirib bu tənlikdə n-in yerinə yazaram 2'də 1, m-i taparam. n-2 vur 2'də 1 bərabərdir 0. 2'lər ixtisar gedir, m-i alıram 1. n1, n2'də 1. n plus n də 1 tam 2'də 1, yəni 2'də 3. A variantı.